İnsülin müqaviməti şəkərli diabetin həm səbəbi, həm də xəbərçisidir. Şəkərli diabet insülin müqaviməti ilə başlayır. İnsülin müqaviməti əslində qalsa orqanizmin kompensator reaksiyasıdır. Çünki bütün hüceyrələrin qlukozaya, şəkərə ehtiyacı var. Şəkər enerji deməkdir. Həmin şəkər hüceyrələrə insülin hormonu ilə daşınmaqdadır. Amma davamlı şəkildə qan şəkərinin qanda yüksək olmağı zamanla insülin həssaslığı itirir və hüceyrələr insülini tanımır. Bu baxımdan qanda şəkər yüksək qalır. İnsülin müqaviməti bir çox diabetin xroniki ağırlaşmalarına səbəbdir. İnsülin rezistentliyi, insülin dirənci dediyimiz hal şəkərli diabetdə bir əsas simptomdur və əlamətsiz seyr edir. Şəkərli diabeti olan insanlarda insülin müqaviməti artıq aşdıqdan sonra qanda şəkər yüksək səviyyədə qaldığı üçün artıq şəkərli diabet yaranır. Bu bədənin kompensator bir reaksiyasıdır. Bu həssaslığa, yəni insülin müqavimətinin qırılması, hüceyrələrin insülini tanınması, həssaslığın artırılması üçün sağlam şəkil lazımdır, normal şəkil lazımdır, sağlam həyat tərzi lazımdır, düzgün yuxu rejimi lazımdır. Bunların hamısı qaydaya düşərsə, zamanla insülin müqaviməti qırılır, hüceyrələr şəkəri tanıyır, insülini tanıyır və sağlam bir metabolizma başlayır. Yəni, insülin müqavimətinin olmağı artıq metabolizmanın pozulmağı demək. Bu baxımdan bir çox fəsadlardan qurtarmaqdan ötəri qan şəkərimizi qaydaya salaraq, insülin qanda səviyyəsini aşağı salaraq, insülin müqavimətini qıraraq sağlam həyat tərzinə və şəkərli diabetə qalib gələ bilərik.